Əziz şagirdlər və abituriyentlər, bugün sizə bərabərsizliklə bağlı maraqlı bir sualın izahını vermək istəyirəm. İlk öncə bu sualda kəsrin məxrəcindəki ədədin mənfi ya müsbət ədəd olduğunu müəyyən etmək lazımdır. Çünki bu bərabərsizliyi kəsirdən azad edərkən məxrəcdəki ədədə vurmalıyıq. Məxrəcdəki ədəd mənfi ədəddirsə, bərabərsizliyin işarəsini əksinə dəyişəcəyik. 2 kök altında 5 çıxılsın 8 bərabərdir. 2-ni kökə saldıqda olur kökün altında 20 çıxılsın 8. Görürük ki, məxrəcdəki ədəd mənfi bir ədəddir. Bu zaman kəsrin surəti 3x çıxılsın 3 işarəni əksinə dəyişəcəyik. Böyükdür, bərabərdir. 3 kök altında 5, 3'ü çıxartdım mötərizənin qabağına, qaldı üstə gəlsin 4, vurulsun. 2'ni çıxardacağım mötərizənin qabağına, yerdə qalır kök altında 5 çıxılsın 4. Və buradan 3'ləri ixtisara edirəm. Qalır x çıxılsın 3 böyükdür, bərabərdir. Bu müxtəsər vurma düsturunun açılışıdır. A kvadratı çıxılsın b kvadratı, yəni A üstə gəlsin B, A çıxılsın B'nin açılışıdır və bunu tətbiq edirəm. Kök altı 2 vurulsun, kök altında 5'in kvadratı 5, çıxılsın 4'ün kvadratı da 16. X çıxılsın 3 böyükdür, bərabərdir. 2 vurulsun mənfi 11. X çıxılsın 3 böyükdür, bərabərdir. 22 mənfi 22 və buradan da alırıq ki, x böyükdür, bərabərdir. Mənfi 22 üstə gəlinsin 3. Yəni x böyükdür, bərabərdir. Mənfi 19.